Tanınmış aparıcı Zaur Kamal avtomobil qəzası keçirib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu haqda aparıcı özü Instagram hesabında məlumat yayıb. O avtomobilinin fotosunu paylaşaraq "bu da belə getdi" sözlərini yazıb. Axşam azı açıqlama verən aparıcı bildirib ki, hadisə Gəncəyə gedərkən olub. Gəncəyə çata-çatda oldu, salamatçılıqdır deyə o sözlərini əlavə edib. Sumqayıtda dənizdə boğulan var. Hadisə ötən gün saat 16 radələrində qeydə alınıb. Belə ki, şəhər sakini 20 yaşlı Məryəm Kamil qızı İsmailova sahil küçəsində yerləşən çimərlikdə boğulub. Məryəm İsmailovanın meyidi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Araşdırmalar rayon prokurorluğu tərəfindən davam etdirilir. Ağdamda isə faciəvi hadisə baş verib. Hadisə rayonun Xaçın-Dərbənd kənd ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata görə Ağdam rayonunun Dinli kənd sakini Şərif Cəmşəddin oğlu İskəndərov 2 övladı ilə birlikdə su anbarında çimərkən boğulublar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Əlavə məlumatlar veriləcək. Qaradağ rayonunda isə kişi bədbəxt hadisənin qurbanı olub. Hadisə ötən gün günorta saatlarında qeydə alınıb. Belə ki, 60 yaşlı Güləsən Vahubovun işlədiyi sahil qəsəbə ərazisində yerləşən həyətdə başına dəmir parçası dəyib. Hacıqabul rayon sakini olan şəxs xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb, araşdırmalar aparılır. Binəqədi rayonunda kişi sükan arxasında vəfat edib. Hadisə iyulun 2-si saat 23 radələrində qeydə alınıb. Biləcəri ərazisində qəsəbə sakini Faiq Məmmədovun idarə etdiyi Toyota markalı avtomobildə vəziyyəti qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb. 59 yaşlı şəxs infarktdan həyatını itirib. Araşdırma aparılır. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, büronun məlumatında deyilir. İmişli rayonunda zəlzələ qeydə alınıb. Bildirilib ki, 3,2 bal gücündə olan zəlzələ yerli vaxtla saat 13:34-də 40 km dərinlikdə baş verib. Zəlzələ demək olar ki, ətraf ərazilərdə hiss olunmayıb. Gəncədə xəstəxanaya müayinəyə gedən qadın orada ölüb. Ölüm hadisəsi Gəncə şəhər birləşmiş xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib. Belə ki, MRT müayinəsinə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfl alıb pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub. Məlumata görə Zenfira Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş.